الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله صلى الله عليه وآله وسلم أما بعد السلام عليكم ورحمة الله وبركاته. Safetka şey deriz. Uşaqlardan biri. Adi salfetka. Kağıt. Bəs salam. Deməli qardaşlar, bugün götürəcəyimiz mövzu Əhl-i Sünnə vəl Cəmanın etiqadına əsasən iman məfhumu. Bu dərsi bəzi yerlərdə götürmüşük qardaşlarına. Elhamdülillah, yəni faydalı olub. Və düşündüm ki, burada da qardaşlarla o dərsi bölüşək. Çünki bu məsələ önəmli mövzulardandır və belə desək, üzərində ən çox durulan, ümmətin üzərində ən çox ixtilaf elədiyi mövzulardan birisidir. Ona görə hər bir müsəlmana, hər bir Əhl-i Sünnə mənsubuna vacibdir ki, bu məsələni dəqiq bilsin. Və bu dərsi ola bilsin, müəyyən səbəblərə görə lövhədə izah edəcəm. Hətta daha yaxşı anlaşılsın deyə. Həmçinin bu, Peyğəmbər sallallahu aleyhi və səlləmin təlimdə metodlarından birisi olub. Allah Resulü aleyhissalatu vesselam bəzən sahabələrə nəyisə başa salmaq üçün görürsən ki, bir şeyi 3 dəfə təkrar edərdi və daha yaxşı anlasınlar deyə müəyyən misallar çəkərdi. Məsələn, bir gün Allah Resulü aleyhissalatu vesselam buyurur ki, sizdən biri öz yoldaşı ilə əlaqədə olanda əcr qazanır və sədəqədir. Və sahabələr bunu anlamadılar, başa düşmədilər. Dedilər, ya Rasulullah, bu necə olur? Necə olur? Kişi öz şəhvətini ödəyir və savab qazanır. Allah Rasulü görəndə ki, anlamadılar, bir məsəl çəkir, onun əksini. Deyir, əgər haram yolla ödəsəydi, günah qazanacaqdı, deyirlər, bəli. Deyir, halal yolunu ödəyir, ödəyəndə də savab qazanır. Onda anlayırlar, məsəl çəkəndən sonra. Və o üslublarından birisi də yazı üslubu idi. Bəzən nəyisə izah edəndə yerdə xət çəkərdi, xəti ilə, yazı ilə sahabələrə bunu izah edərdi və bunun sünnədən misalları çoxdur. Deməli, mövzu birinci çox uzatmadan. Təriful iman. Təriful iman, yəni imanın tərifi. Məsələn, namaz, əs-saləh. Namazın tərifi nədir? Bu sual verilsə, cavab nədir? Yox. Birincisi sual verin. Hansı mənada tərifi? Lüğəvi yoxsa şəri? Mən ümumi sual verdim ki, namazın tərifi nədir? Aydındır. Mən təyinləmədim. Ona görə sual verin, lüğəvi yoxsam şəri. Məsələn, lüğəvi. Lüğəvi tərifi nədir? Dua. Şəri tərifi nədir? Təkbirlə başlayıb, salamla bitən, xüsusi sözlərdən, hərəkətlərdən ibarət ibadətin adı. Məsələn, şirk. Lüğətdə tərifi var, həmçinin şəriətdə. Məsələn, lüğətdə tərifi şərik qoşmaq, ümumi, məsələn, ticarətdə də şərik qoşanda o da yəni lüğəvi mənada şirkdir. Amma şəri mənada Allaha xas ibadətin növlərindən birisini Allahdan qeyrisinə yönəltməkdir. O cümlədən də imanın tərifi. Yəni, iman deyəndə nə nəzərdə tutulur? Məsələn, lüğəvi mənada iman deyəndə nə nəzərdə tutulur? Məsələn, iman. Hə? Samrat. Təsdiq.
Qardaş dedi təsdiq. Əksər alimlər, cümhur alimlər, hətta deyərdim ki, Şeyxülislam İbn Teymiyyə rəhmətullah aleyhə qədər demək olar, alimlərin əksəriyyəti, bəlkə də bir çoxsu, bəlkə də hamısı, onlar bu cavabı veriblər. İmanın tərifində deyiblər ki, əl-iman huvə təsdiq. Yəni, lüğəvi mənada iman təsdiqdir. Yəni, bir insan təsdiq elədisə, qəlbən bir şey iqrar elədisə, deməli, iman hasil oldu. Şəri mənada yox, lüğəvi mənada deyiblər ki, iman budur. Əl-iman, yəni ət-təsdiq. Şeyxülislam rəhmətullah aleyh deyir ki, yox. Deyir, iman mücərrəd olaraq təsdiq deyil. Təsdiqdən əlavə bir şey var orada. O da nədir? Tuma'ninə, rahatlıq, qəlb rahatlığı, qəlbdə hasil olan əminlik, iman budur. Və bunu neçə yöndən deyir? Bir neçə yöndən. Və xüsusən də lüğəvi yöndən dəlillər gətirir. Çünki mövzu imanın lüğəvi yöndən tərifidir axı. Ona görə məcburdur lüğəvi yöndən dəlillər gətirməyə. Məsələn, misal olaraq Qureyş surəsində Yüce Allah nə buyurur? فَلْيَعْبُدُوا رَبَّ هَذَا الْبَيْتِ الَّذِي أَطْعَمَهُمْ مِنْ جُوعٍ وَآمَنَهُمْ مِنْ خَوْفٍ وَآمَنَهُمْ. Əmənə, həmin bu feildəndir, əmənə. Ayənin mənası nədir? Sizi yedirdən və sizi qorxularınızdan əmin edən. Nə edən? Qorxularınızdan əmin edən. Həmin feildir. Əmənə, yu'minu, imən. Onun məsləridir. Deməli, iman kəlməsinin lüğəvi mənasında tək təsdiq deyil. Həm də orada qəlb rahatlığı, tam əminlik, yəqinlik mənası var. Hətta lüğəvi mənada. Və Şeyxülislam nə üçün bunun üzərində durur? Çünki sonra bu gətirdiyi şeyin üzərində böyük bina tikəcək. Ona görə qabaqcadan elə bil ki, meydana hazırlayır, belə desək. Çünki imanın tərifinə bu əminlik mənasını verəndən sonra və ispat edəndən sonra ki, imanın mənası təkcə təsdiq deyil, ondan sonra yəni imanın şəri yöndən tərifini bağlayır lüğəvi tərifə. Mühüm yəni, bu biraz qəlizdir. Bizə lazım olan əsas imanın şəri tərifi. Kim deyər, iman deyəndə nə nəzərdə tutulur? Müxtəsər olaraq. Və? Bəli. Deməli, bu əhl-i sünnədə imanın ən məşhur olan tərifidir. Nə idi? Bir, qəlb. Düzdür? 2, əl-lisən. 3, məsələn, əməl. Deməli, qəlbi ilə təsdiq, dili ilə iqrar və zahiri əməllər. Murciyələr imanın tərifində nə deyiblər? Murciyələrin əsas, oğulat murciyələrin imana verdikləri tərif budur. Deyiblər ki, iman qəlb ilə təsdiqdən ibarətdir. Vəssalam. Onlar çoxsu, bəziləri dili imandan görüblər, lakin hər bir halda ittifaq ediblər ki, əməllər nədir? İmandan deyil. Və Qulat murciyələr deyiblər ki, iman nədir? Mərifətullah. Pardon. Allahı tanıdınsa, iman əhlisən. Qovl və əməl imandan deyil. Heç ehtiyac da yoxdur. Ona görə məcburən deyiblər ki, imanın əslində bütün hər kəs eynidir. Və imanın əslində Cəbrail ilə sənin imanın eynidir. Ümmətin ən əfsəli ilə ən aşağısının imanı eynidir. Bu təriflə onda bugün deistlər hamısı mömin çıxır. Və məsələn, Yahudilər, Nəsranilər. Yahudilər, Nəsranilərdə mərifətullah var idi, indi də var. Yəni Allahı tanıyırlar, tanımırlar. Tanıyırlar. Etiqad edirlər.
Lakin Muhammed Rasulullah yoxdur. Şəriəti qəbul eləmək yoxdur. Allah Rasulunun şəriətini. Hə? Hə. Hətta iblis özü. Ma'rifatullah var idi, onda yox idi. Var idi. فَبِعِزَّتِكَ لَا اُغْوِيَنَّهُمْ اَجْمَعِينَ Allah Azze ve Celle bu deyir ki, sənin izzəti və and olsun ki, onların hamısını yoldan çıxaracaq. Allah'ı tanıyırdı. Allah'ın izzətini and içirdi. Amma kafir idi. Ve Məkkə müşrikləri وَلَاِنْ سَأَلْتَهُمْ مَا خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضِ Onlardan soruşsan ki, göyləri yeri kim yaradır? لَا يَقُولُنَّ Allah Onlar mütləq və mütləq deyəcəklər ki, Allah, ma'rifatullah, Allah'ı tanıyırdılar. Ama müşrik idilər, kafir idilər. Aydındır? Deməli, ma'rifatullah iman ola bilməz. Mücərrəd olaraq. Əhl-i sünnəyə görə yox. Qəlbin təsdiqi, dilin iqrarı və zahiri əməllər hamısı imanlandır. Sonra, çox maraqlıdır. Bəzi alimlər gəlib deyəndə ki, hətta qədim alimlərdən də imanın tərifinə dördüncü bir şeyi əlavə ediblər. O da nədir? Əl-ittiba, sünnəyə tabiçilik. Deyiblər ki, iman nədir? Qəlbin təsdiqi, dilin iqrarı, zahiri əməllər və sünnəyə tabiçilik. Bu əlavə ki var, bu çox maraqlıdır. Və o alimlər ki, imanın tərifinə bunu əlavə ediblər. Elə bil ki, onlar məsələyə daha həssas yanaşıblar. Niyə bunu əlavə ediblər, ittibanı? Əhsən. Bunlar demək istəyiblər ki, biz deyəndə ki, imanın tərifində əməllər imanlandı, hər əməl yox. O əməl ki, sünnəyə müvafiqdir. İman sayılan əməl odur. Aydındır. Ona görə ittibanı qeyd ediblər. Ona görə məsələn, bəzi alimlər deyiblər ki, dilin iqrarı olmadıqca təsdiq kəsərli deyil. Əməl olmadıqca quru iqrar bir faydası yoxdur. Və o cümlədən də ittiba olmadıqca əməl Allaha yüksəlmir. Sanki bir-birlərinə bağlıdır. Məsələn, biri rəqaib gecəsi, mövlüd gecəsi, bidət olan gecələrdən birini kesirir və bütün gecəni səhərəcən ibadət eləyir. Zahirən əməl deyə yox. Zahirən ibadət deyə yox. İmanın tərifinə girdi? Yox. Çünki sünnəyə müvafiq deyil axı. Ona görə hər əməl imandan deyil. O əməl imandandır ki, o sünnəyə müvafiqdir. Ona görə bəzi alimlər bu dördüncü tərifi xüsusən qeyd ediblər. Bu neçə tərif oldu? 2. Birinci tərif, 3. İkinci tərif, 4. Üçüncü tərif nədir? Bəzi alimlər, xüsusən də ki, qədim alimlər, İmam Əhməddən tut, İmam Buxaridən, Abu Davuddan, Lələkəidən, Əcurridən, Bərbəhərdən, yəni demək olar qədim alimlərin əksəriyyəti imanı tərif verəndə adətən belə verirdilər. Deyirdilər ki, əl-iman huvəl qavl vəl-əməl və ya vəl-əməl. İman nədir? Söz və əməldir. Aydındır? İman söz və əməldir. Müxtəsər olaraq, qısa belə deyirdilər. Deyirdilər ki, iman söz və əməldir. Bəs qəlb hara getdi? Yəni zahirən qəlbi çıxarıblar. Amma əslində çıxarmayıblar. Onlar deyəndə ki, iman söz və əməldir. Söz, yəni qavlul qalb və qavlul lisan. Əməl, amelul qalb
və amelul cavarih. Yəni onlar deyəndə ki, iman söz və əməldir. Söz, yəni qəlbin sözü və dilin sözü. Əməl, yəni qəlbin əməli və əzaların əməli. Qəlb girdi iman tərifinə. Həm burada girdi, həm burada. Aydın oldu? İman söz və əməldir, yəni qəlbin sözü və dilin sözü. Qəlbin əməli və əzaların əməli. Tamam, sual. Qəlbin sözü. Məsələn, biz deyəndə ki, dilin sözü. Bu aydındır. Dilin sözü. Bəs qəlbin sözü necə olur? Zahiri əzaların əməli aydındır. Bəs qəlbin əməli necə olur? Və belə sual verək. Qəlbin sözü ilə qəlbin əməli nədir? Və aralarında fərq. Kim deyər? Çünki biz dedik ki, qəlbin sözü, bir də qəlbin əməli. Deməli, qəlbin bir sözü var. Dilin sözünü bildik. Zikir, dua, qiraatul Qur'an, la ilə. Yox, yox. Qəlbin sözü nədir? Sual aydın oldu da. Dilin sözü məlumdur. Əzaların da əməli məlumdur. Namaz, oruc, zəkat. Niyyət? Hə? Qəlbin sözü niyyət? Yox. Qəlbin sözü, yəni qəlbin təsdiqi. Yəni qəlb söz verir, yəni bir şey təsdiqləyir. Bu qəlbin sözüdür. Mücərrəd olaraq təsdiq. Bu qəlbin sözüdür. Təsdiq ya var, ya yoxdur. İnsan məsələn, hansısa bir ayə oxuyur, hansısa bir hədis oxuyur, qeybdən xəbər verən və Allahın hökmünü öyrənir, hə? Və onu neyniyir? Allahdan olduğuna iman edir və təsdiqləyir. Bu qəlbin sözüdür. Qəlbin əməli nədir? Məsələn, qəlbin sözündən, yəni təsdiqdən əlavə olan hər şey. Məsələn, qorxu, ümid, sevgi, təvəkkül, bağlılıq, sığınma, qəlb ilə əlaqəli olan, təsdiqdən əlavə olan hər şey. Nə üçün deyiblər qəlbin əməlləri? Eşitmisiniz? Məsələn, ə'malul qulub, qəlb əməlləri, qəlb əməlləri. Hə? Çoxlu dərslər var. Qəlb əməlləri bax onlardır. Nə üçün deyilir qəlb əməlləri? Çünki qəlb onunla hərəkətə gəldiyinə görə. İnsan zahiri orqanlarla hərəkət eləmir. Deməli, Əhlüsünnə deyir ki, qəlbin də əməlləri var. Hansı ki, o əməllər qəlbi hərəkətə gətirir. O əməllər qəlbi hərəkətə gətirir. Məsələn, bunu biz yəni praktiki olaraq da hiss edirik. Görsən ki, insan istər Allaha olan sevgi və ya qorxu, yəni ibadət olan qorxu, ibadət olan sevgi və istər təbii qorxu, təbii sevgi. Yəni bir qorxu yaşayanda qəlbində hiss edir, eləmir. Qəlbi titrəyir, titrəmir. Nə dedik? Qəlbi titrəyir. O qorxu qəlbi hərəkətə gətirdi, gətirmədi. Ona görə deyilib nə? Qəlb əməli. Görsə, insan sevinir, sevir, harada hiss edir? Qəlbdə. Görsə, insan Allaha sığınır, Allaha təvəkkül edir, Allaha bel bağlayır, qəlbə bir rahatlıq, hüzur, səkinə enir. Yüce Allah buyurur ki, huvəl-ləzi ənzələs-səkinətə alə qulubil müminin. O Allahdır möminlərin qəlblərinə rahatlıq endirən. Möminlərin harasına? Görürsünüz, sükunət hara inir? Qəlbə. Nə ilə? Allah olan təvəkküllə. Çünki qəlb əməlidir. Təvəkkül. Hə? Görürsünüz, bunlar neynədir? Qəlbi hərəkətə gətirir. Ya döyüntüsünü artırır. Görürsən ki, bəzən insan ibadətin şirinliyini dadır, qəlb genişlənir. Bəzən əksinə, qəlb daralır. Fikir verirsiniz, hamısını hara nisbət elədik? Qəlbə. Niyə? Ona görə deyilib, ə'malul qulub, qəlb əməlləri. Bunlar qəlbin əməlləridir. Və hamısı da imanın tərifinə daxildir. Qəlbin sözü, təsdiq, dilin sözü, qəlbin əməlləri və zahiri orqanların əməlləri. İndi sual verilə bilər ki,
Nə üçün əhl-i sünnə alimlərindən, o xüsusən qədim alimlər, onlar imanın tərifini məhz bu cür veriblər. İman söz və əməldir. Deyə murciyələrə, əməli imandan görməyən murciyələrə cavab olsun deyə. O zaman ki murciyələr deyirdilər, iman yalnız qəlbin təsdiqidir, zahirən qəlbi çıxartdılar. Çünki onlar ki deyirdilər, iman söz və əməl imandan deyil, əhl-i sünnə onların müqabilində dedi ki, əksinə, iman elə söz və əməldir. Aydındır? Yəni, qəlbin sözü və dilin sözü. Qəlbin əməlləri və əzaların əməlləri. Hər bir halda iman nədir? Elə sözdən və əməldən ibarətdir. Yəni, bir növ demək istəyirdilər ki, yəni siz necə sözü və əməli imandan çıxara bilərsiniz ki, elə iman özü sözlə əməldən ibarətdir. Yəni, siz desəz ki, söz və əməl imandan deyil, siz onda imanın özünü inkar eləmişsiniz. Ona görə hətta bəzi alimlər, çox az sayda olub, onlardan birisi Əbu Ubeydə ibn Qasim Əs-Səlləm rəhmətullahi aleyh Kitab-ül İməndə və bu kitab İslam tarixində ən birinci qələmə alınan Kitab-ül İməndir. İman barədə qələmə alınmış ən birinci kitab sayılır. Əbu Ubeydə ibn Qasim Əs-Səlləmin kitabı. Müəllif kimdir? Bu müəllif, yəni bir dənə misal deyim, hətta tam otursun, hətta tanıyasız. Bundan başqa kitablar, yəni ətbaları, tələbələri qorusaydı məzhəbi gələcəkdi. 4 yox, 5 məzhəb olacaqdı. Hətta bəzi alimlər deyirlər ki, əgər Əbu Ubeyd ibn Qasim Əs-Səlləmin məzhəbi gəlsəydi, böyük ehtimalla ya Hənəfi məzhəbi, ya Maliki məzhəbi, o 4-ündən birisi çıxacaqdı sırada. Ona görə hətta onun zamanında bəzi alimlər Əl-Əimmətul Ərba'a, 4 imam deyəndə deyirdilər ki, Əhməd, Şafi, Malik və Əbu Ubeydə. Və ya Əbu Hanifə, Əbu Ubeydə, Şafi və Əhməd. O dərəcədə. İlk Kitab-ül İmənin müəllifidir. Orada da Əbu Ubeydə rəhmətullahi aleyh deyir. Nə deyir? Deyir ki, imanın tərifində Əl-İmən huvəl-əməl. Qövül də çıxarıb. Deyib ki, iman elə əməldir. Bu da neçənci tərif oldu? 4-cü. İman, qəlbin təsdiqi, dilin iqrarı və əzalar. Qəlbin təsdiqi, dilin iqrarı, əməl və sünnəyə tabiçilik. 3-cü tərif, iman söz və əməldir. 4-cü tərif, əl-imən huvəl-əməl. İman elə əməldir. Murciyələrə cavab olaraq. Yəni, demək istəyiblər ki, siz ki demişsiniz, əməl imandan deyil, əksinə elə iman əməldən ibarətdir. Necə? Qəlbin əməli, dilin əməli və əzaların əməli. Bu məsələ aydın oldu? Bəli. İndi burada bir şey deyim, çünki bu bizə lazım olacaq. Bayaqları biz yazdıq, elə məşhur qayda üzərindən gedək. Qəlb, dil, bir də əzalar, əməllər. Qəlb yəni nə? Qəlbin təsdiqi, qəlbin əməlləri. Əməllər nədir? Namaz, oruz, zəkat, həc, ümrə, cihad, qurban, fitrə. Hamısı nədir? Yəni, zahiri orqanlara aid olan bütün salih əməllər, bütün ibadətlər nədir? İmandandır. İkinci nə idi? Əl-lisən, dil. Sual. Dil yəni nə, Yasin? La ilahe illallah Muhammed Rasulullah. Başqa cavab var? Aha. İndi sual budur. Sual budur ki, əhl-i sünnə imanın tərifində deyəndə ki, qəlbin qəlb, dil və əməl. Dil deyəndə nəyi nəzərdə tutur? Yəni, 2 şəhadətin iqrarı, yoxsa dilə aid olan bütün ibadətlər? İmanın tərifində ya. 2 şəhadət. Niyə 2 şəhadət? Yox. Yox. Biz deyəndə ki, iman, qəlb, dil. Dil,
Siz dediniz ki, yəni dil, yəni iki şəhadəti iqrar eləmək. Qardaşlar deyir, yox, ora zikir də girir, Quran qirayəti də girir. İndi onu bilmək istəyirəm. İmanın tərifində Əhlüsünnə deyəndə ki, qəlb, dil, o dil deyəndə iki şəhadətin iqrarı nəzərdə tutulur, yoxsa dilə aid olan bütün ibadətlər. Çünki bu məsələyə qayıdacaq biz birazdan lazım olacaq. Əhsən. Deməli, imanın tərifində Əhlüsünnə deyəndə ki, qəlb, dil və əməllər, dil deyəndə nəyi nəzərdə tutur? Dilə aid olan bütün salih əməllər. Zikir, şükür, tövbə, istiğfar, nəsihət, əl-əmru bil-ma'ruf və nəhyənil münkar, elm öyrətmək, elm öyrənmək, əssəlamu aleykum və aleykum əssəlam, əlhamdülillah, yarhamukallah, yəhdikumullah. Hər şey, dilə aid olan bütün salih əməllər, hətta bir müsəlmanı, məsələn, görürsən ki, qəmgin də oturub belə, yaxınlaşırsan, hal-əhval alırsan, keyfini soruşursan. Bu belə imanın tərifinə girir. Dilə. Dildə edilən, Allahı razı salan bütün salih əməllər bura daxildir. Çünki bu məsələyə qayıdacaq yox. Bir yerdə lazım olacaq bizə. Ona görə. Bu məsələ nə əlaqəli sual var? Tariful iman, yəni iman tərifi ilə. Buyur. Buyur. Mesela mənim bir bazı qaranlıq qaldı, yəni imandan danışır, imandakı əsas bir təsdiqlər var. Bəli. Demədik təsdiqdən ibarətdir. Yox, belə demədik. Yəni iman... Necə təsdiqdən ibarət? Yəni iman bildiyimiz, yəni ki, səmin tövhidi təsdiq edilir. Denən, Cibril hədisində də o gəlir. Denən. Yəni ki, ona görə dillə deyəndə, yəni yaxşı, belə bir təəssürat təəssürat yaratsın məndə. Yəni, bir kəsin, yəni ki, kəlmə-i tövhidi var, amma başqa sadaladığımız dildə olan məsələlərdə eləmir. Biz ora gəlmirik. Biz hələm ora gələcəyik. Biz onu sualı yadda saxlayın. İnşallah o sual cavabsız qalsa, dərs əsnasında verərsiniz. Sadəcə imanın tərifi aydın oldu ya, yox. Aydındır. Burada yeri gəlmişkən fayda üçün bir şeydir. Bir şeyin imandan olması başqa bir şeydir. Onu etməyənin imandan çıxıb çıxmaması ayrı şeydir. Məsələn, misal üçün, oruç tutmaq imandandır ya, yox. İxtilaf edən var. Heç bir üzrü olmadan Ramazan orucunu tutmayan imandan, dindən çıxır, çıxmır. İxtilaf edən var. Hansı qayda hasil oldu? Bir şeyin imandan olduğunu demək ayrı şeydir. İmandan olduğuna etiqad etdiyimiz şeyi mən etmirəmsə, imandan çıxıram ya çıxmıram, bu ayrı şeydir. Aydındır. Amma o biri məsələlər gələcək inşallah. Daha doğrusu. Tariful iman. Sonra aslul iman, bir də fər'ul iman və ya furu'ul iman. İmanın əsli, bir də imanın fər'i. Əsl nədir? İmanın əsli, yəni imanın kökü, imanın fundamenti. Fər' və ya furu' nədir? Yəni imanın budaqları. Nəyə oxşadı? Ağaca. Buna nə deyirik? İman ağacı. Bu mövzu nə mövzudur? Qardaşın sualının cavabına yaxınlaşırıq. Bu mövzu o mövzudur ki, deməli, Əhlüsünnəyə görə iman bütün bir şey deyil. İmanın əsli var. Yəni, imana aid olan hər şey eyni səviyyədə deyil. Və iman əsasən iki hissəyə bölünür. Bir imanın əsli var, bir də imanın fər'i,
Yəni ağaca bənzətsək, bir ağaca bənzətsək belə, bu nədir? Bu aslul iman. Və Allah Azza və Cəllə Quranda da bu misalı verir. Ələm tərə keyfə daraballahu məsələn. Ələm tərə keyfə daraballahu məsələn şəcərətən tayyibə. Ələm tərə keyfə daraballahu məsələn kəlimətən tayyibə kəşəcərətin tayyibə. Kəlimətən tayyibə, yəni sən görmədinmi Allah kəlimə tayyibəni? Kəlimə tayyibə nədir? Gözəl söz. Yəni la ilahe illallah, iman. Hə? Görmədinmi ki Allah onu nəyə bənzətdi? Kəşəcəratin tayyibə. Gözəl bir ağaca. Kəlimə tayyibə kəşəcərə tayyibə. Asluha thəbitun, asluha thəbitun və fər'uha fissəmə. Əsli sabitdir, kök salıb. İmanın əsli. Və fər'uha fissəmə. Və nəticədə də onun fər'i, budaqları səmaya yüksəlib. Çünki ağacın əsli sağlam olanda mütləqdir ki, bəhər verəcək. Budaqları çürüyüb zay olmayacaq. Əksinə şaxələnib göyə yüksələcək. Və bu ayədə də Allah Azza və Cəllə o həmin kəlimə tayyibəni ağaca bənzətdi və iki hissəyə böldü. Asluha səbitun və fər'uha fissəmə. Onun əsli sabitdir və budaqları da səmaya yüksəlib. Deməli, əhl-i sünnəyə görə iman iki hissədən ibarətdir bu mənada. Aslul iman və fər'ul iman. İmanın əsli, yəni imanın kökü, bir də imanın budaqları. Aha. İndi imanın əsli nədir? İmanın əsli, yəni nə? Bayaqları imanın tərifində üç şey dedik. Qəlb, dil, əməllər. İndi imanın əsli deyəndə bu üçündən hansı nəzərdə tutulur? Qəlb, bir də dil. Üstə gəl. Qəlb, bir də dil. Qalb və lisan. Bu ikisi nədir? İmanın əslidir. İndi baxın. Bayaqları biz imanın tərifində deyəndə ki, qəlb, dil və əməllər sual verdim ha. Dil, yəni nə? Hansı nəticəyə gəldik? Yəni, dilə aid olan bütün ibadətlər. İndi həmin sual təkrarlayıram burada. Həmin sualı təkrarlayıram. Biz deyəndə ki, imanın əsli qəlbdir və dildir. Dil yəni nə? Hə? Yox. La ilahe illallah Muhammed Rasulullah. Aydın oldu. Burada ona görə əllisən deyəndə, yəni əş-şəhadətən. İki şəhadət. Biz deyəndə ki, imanın əsli qəlb və dil, dil, yəni iki şəhadətin iqrarı. Əsli iman budur. Kök budur. Bura. O digər əməl. Hə, bəs furu'ul iman nədir? Furu'ul iman, yəni əməl, əməllər, bir də aqval. Kəlmə şəhadətdən kənar olan bütün dildə olan ibadətlər. Bunlar hamısı furu'ul imandır. Aydındır? Çünki biz desək ki, baxın, biz desək ki, məsələn, imanın əsli qəlb və dil, dil, yəni dilə aid olan bütün ibadətlər, məsələn nə? Məsələn, qiraətül Qur'an. Hə? Quran oxumaq. Tamam. Var namaz qılan
qardaşlardan, namaz qılanlar sesində Quran oxuya bilmirlər. Var. Deməli, bu nə deməkdir? Deməli, o deməkdir ki, bu müsəlman deyil. Yəni, o tərifini o cür götürsəydik ki, burada dil, yəni dilə aid olan bütün əməllər, adam Quran oxuya bilmir. Necə olacaq? Onda elə çıxır ki, heç dinin əslinə girməyib imanın. Aydındır? Ona görə deyirik ki, imanın əsli qəlb və dil yəni iki şəhadət. Bax, fikir verin, biri kafirdir. İslam'a gəlmək istəyir. Ona əmr olunan, ondan tələb olunan nədir? Allahı, Rasulunu, kitabını iman etməsi nəyinə? Qəlbinə və bir də onu dilə gətirməsi. Əşhədu ən la ilahe illallah və əşhədu ənə Muhammedən Rasulullah. Bu ikisi hasil oldu. Girdi dinə ya yox? Girdi. Biz bundan danışmırıq. Dində qaldı, qalmadı, gələcək, necə ol? Həmin anda dinə girdi ya yox? Dinə girdi. Nəyinə? İki şeyinə. Niyə? İmanın əsli olduğuna görə. Yəni bu adam imanın təməlini atdı. Dinə girdi. Hə, ondan sonra bu təməli məhv eləyəcək, bu təməlin üzərində 10 mərtəbəli bina quracaq, 2 mərtəbəli bina quracaq, bu gələcək göstərəcək. Amma təməli atdı, atmadı. Təməli atdı. Qəlbindəki imanla və bir də ki, dilindəki iqrarla. Buna deyirlər aslul iman. Bundan kənar olan əməllər, namaz, oruc, zəkat, və bütün sözlər, dilə aid olan zikir, dua və s. hamısı furu'ul imandır. Yəni bu əslin üzərində qurulan əməllərdir. Bunu bildik. İndi baxın, Uca Allahın bu ayəsinə fikir verin. Məsələn, qeyd edəcəyim bu ayə, təfsir kitablarında bu ayənin mənası ilə əlaqəli 4-5 rəy gəlir. Və o rəylərdən birisi bu mövzuna əlaqəlidir. Yəni bir növ bu məsələni biləndə o ayəni anlamış oluruq. Ayə necədir? Uca Allah buyurur ki, Yə əyyuhəl-ləzīnə əmənu, yəni, iman edənlər. Xitab kimədir? Məsələn, ayə belə gəlsəydi ki, Yə əyyuhəl-ləzīnə əmənu, iman edənlər, ayənin davamında Uca Allah buyurur ki, Əminu billahi və rasulihi vəl-kitabilləzi ənzələ alə rasulihi. Əl-əyə. Iman edənlər Allaha, Rasuluna və ona nazil olan kitaba iman edin. Yəni, ayə belə olsaydı ki, ey kafirlər, Allaha, Rasuluna və kitaba iman edin, anlaşılandı. Elə deyə yox. Xitab kafirədir və Allah kafirə nəyə əmr edir? İmanı. Amma xitab iman əhlinədir. İman edənlər. İman əhlinə Allah Azza və Cəllə xitab edir, sonra onlara Allaha, Rasuluna, kitaba iman edin deyə imanı əmr edir. Necə olacaq bu? Və budur. Allah Azza və Cəllənin o xitab elədiyi Yə əyyuhəl-ləzīnə əmənu, ey iman edənlər xitabı özündə imanın əsli olanlara olan xitabdır. Əminu billahi və rasulihi, Allaha və Rasuluna iman edin. Əmr edilən iman isə fər'i imandır. Yəni əməllər və sözlər. Yəni ayənin mənası, ey iman edənlər, Allaha və Rasuluna iman edin, yəni Allaha və Rasuluna itayət edin. Və ya Allaha və Rasuluna iman edin, yəni Allaha və Rasuluna olan imanı sözdə və əməldə göstərin. Sonra ayənin davamı və kitabına, yəni o kitabın əmrlərinə əməl edin, hökmlərinə. Aydındır. Yə əyyuhəl-ləzīnə əmənu, ey iman edənlər, bu xitab kimədir? Kimə ünvanlanıb? O kəsə ki, onda imanın əsli var. Girib İslama. Və əmr edilən iman isə fər'i imandır. Və məsələn, başqa bir ayə, məsələn, Asr surəsində, وَالْعَصْرِ إِنَّ الْإِنسَانَ لَفِي خُسُرْ إِلَّا الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ.
Həqiqətən bütün insan vəl asr innəl insənə ləfi xusur. İnnəl insənə ləfi xusur. Fayda verək, yoxsa keçək? Maraqlıdır. İnnəl insənə ləfi xusur. Ərəb dilini bilən qardaşlar. İnnə burada nədir? Təkid. İnnə. İnnəl insən. Həqiqətən. Ləfi xusur. Yəni ayə belə gəlməli idi. Fi xusur. Orada ləm gəldi. Ləmul muzahləqadır. İkinci tokid. İnnə. Birinci tokid. Birinci, yəni bunu ayə mənası. Həqiqətən insan mütləq idi ki ləfi xusur. Üçüncü tokid hardadır? Birinci innə. İkinci ləmul muzahləqa. Fənin önündə olan. Üçüncü tokid. Yox, o cinsdir o. Hə. Fikir verin. Ayə belə gəlmədi ki, fi nədir? Varfiyyə deyil, zərfli. Məsələn, fil beyt, evin içində. Fil kub, stəkanın içində. İnnəl insənə ləfi xusur. Ziyanın içində. Demədi ki, həqiqətən insan ziyan çəkəndir. Demədi ki, innəl insən ləxasir. Dedi ki, ləfi xusur. Xusranın içindədir, dibində. Elbə ki, xusran bir qabda insan da düşüb içinə. Bu insanın halıdır. Bu da üçüncü tokid. Sonra Allah Azze ve Celle oradan nələri istisna elədi? İllellezine amenu. O kəslərdən başqa ki, onlar iman ediblər. Və amilus salihat. Və salih əməl işləyiblər. Bu ayənin zahiri belə göstərmədi ki, əməl imandan ayrıdır. O ayə murciyələrin dəlili oldu ki, murciyələr demirdilərmi ki, əməl imandan deyil? Elə murciyələrin əməl imandan deyil dedikdə gətirdikləri dəlillərdən birisi də budur. Deyiblər ki, Quranda Allah Azze ve Celle əməli imandan ayırıb. İllellezine amenu və amilus salihat. Deməli, əməl imandan ayrıdır. Əməl imana daxil deyil. Çünki Allah Azze ve Celle ayırıb. Cavab və bu dərs. Aslul iman və far'ul iman. Əhl-i sünnə deyib ki, burada illellezine amenu və amilus salihat. Burada Allah Azze ve Celle əməli imandan ayırmayıb. Fər'i imanı əsli imandan ayırıb. Hər ikisi də imandır. Aydındır. O kəslər ki, iman edib, salih əməl özü də imandandır. Yəni, bu ayədə əməlin imandan ayrılması deyil, fər'i imanın əsli imandan ayrılmasıdır. Ona görə daima Allah Azze ve Celle nə ilə başlayır? İllellezine amenu, sonra mı gətirir və amilus salihat? Niyə? Çünki əsli iman olmadıqca illellezine amenu. Fər'i iman var ha, və amilus salihat. Onun faydası olmayacaq. Misal, münafiqlər. Münafiqlər namaz qılırdılar. Ramazan gələndə oruç tuturdular. Yəni, və amilus salihat var idi. Var idi. Allah qatında mömin idilər ya, yox. Niyə? Çünki imana girməyiblər. İman əsli yoxdur axı. Nə qəlbdə, aydındır. İman əsli yoxdur. Yəni, əslən iman etməyiblər. Ona görə illellezine amenu. Bu olmadıqca, aslul iman olmadıqca və amilus salihat, bunun faydası yoxdur. Fər'i imanın faydası yoxdur. İman əsli olmadıqca. Elə bil ki, ev tikirsən, fundament yoxdur. Nəyin üzərində tikirsən evi? Elə bil ki, ağac əkmisən, fidanı qoymusan torpağın üstündə. Kökü yoxdur. O külək əssə düşəcək yerə. O ağac deyil əslində. Sadəcə olaraq kiminsə gözünü boyamaq üçün. O aydın oldu ya, yox. Sual var bu barədə. Bir dənə Bəli. sual. Cibril hədisində gələn Gələcək. ona gələcək. Bu aydın oldu ya, yox. Yəni sual mövzu nə əlaqəlidir? Yəni bu mövzuda mən bilmək istəyirəm. Cibril hədisində olan 6 Gələcək. hansı ilə? Gələcək. Gələcək. Tamam. Hədəflərə Allah'a və sizin qəlblərinizə hələ yemək. Gələcək. Gələcək. Yox.
Deməli, ta'riful iman, aslul iman, fər'ul iman ni qardaş deyən mövzu bu da Erkanul iman. İmanın rükunları. Erkanul iman. Məsələn, ibadətlərdə necədir? Bu nunu gördü, niyə belə yazıram? Nun necə yazılır? Nöqtə. Bu rıq'i xəttində, yəni ərəblərdə xətt növləri var axı. Var nəsx xətti. Nəsx xətti Qur'anın, o hal-hazırda Qur'anın xəttidir və ya adətən kitabların xətti də nəsx xətti olur. Var divani, fərisi, hə? Bir də var rıq'i xətt. Rıq'i xətt nədir? Yəni əl yazısı. Aydındır. Orada adətən nöqtələr qoyulmur. Məsələn, ya içəri salırsan, ya da çölə çıxarırsan, nöqtəni əvəz edir. Hətta əlvi ayırıb əlavə nöqtə vaxt etməsin. Məsələn, qaf hərfini yazanda məsələn, belə qoyurlar. Deməli, ərkanul iman. İmanın rükunları. Ümumiyyətlə, ərkan bu başqa şeylərdə tanış kəlmədir. Məsələn, biz deyəndə ki, ərkanus salah, namazın rükunları, eşitmişsiniz də? Namazın vacibatları, namazın müstəhəbləri, eyni ilə imanda da belədir. Var ərkanul iman, vacibatul iman, bir də imanın müstəhəbləri. Məsələn, biz deyəndə ki, ərkanus salah, namazın rükunları nədir? Və ya həccin rükunları, və ya cihadın rükunları. Ümumiyyətlə, ibadətin rükunu ilə vacibi arasında fərq nədir? Hansı daha üstündür? Rükun vacibdən üstündür. Aralarında fərq nədir? Rükunun tərifi. Əhsən. Əhsən. Rükun odur ki, onsuz ibadətin ibadət adlanmayacağı əsaslara rükun deyilir. Məsələn, evdir, patolog, divar, pəncərə, qapı, bu evin rükunlarıdır. Çünki bunlarsız ev adlanmır. Məsələn, ev təsəvvürlə damı yoxdur, ev qapısı yoxdur, bu ev divarları yoxdur. Bu ev deyil, yarı tikilidir, yəni başqa bir şeydir. Vacib nədir? Vacib odur ki, onsuz ibadət adlanır, amma naqisdir. Məsələn, ev misalı üzərindən, məsələn, qaz, su, işıq. Bunsuz evdir, amma naqisdir. Aydındır? Vacib və rukun. Rukun kəlməsi, mənası rukun, ərkən, yəni dirək. Bir şeyin dirəkləri. Yəni, bir şeyi ayaq üstə tutan. Məsələn, biz deyəndə ki, məsələn, namazın rukunları, yəni namazı ayaq üstə tutan şeylər. Məsələn, Fatihə, ruku, səcdə. Sən bir namaz təsəvvürlə ki, ruku yoxdur orada. Səcdə yoxdur. Fatihə yoxdur. Təşəhhüd yoxdur. Salam yoxdur. Təkbir yoxdur. Bu namaz deyil. Aydındır. O cümlədən də ərkanul iman, yəni imanın rükunları, yəni imanı ayaq üstə saxlayan dirəklər. Onlar hansılardır? Cəbrail hədisində gələn. Cəbrail Peyğəmbər sallallahu aleyhi və səlləmdən soruşanda ki, iman nədir? Allah Resulü aleyhissalatü və səlləm buyurdu ki, iman Allaha, mələklərə, kitablara, rasullara, axirətə, qədərin xeyrinə və şərrinə iman etməkdir. Buna deyilir ərkanul iman, yəni imanın rükunları, imanın dayaqları. Çünki bildiyin bütün iman bu 6 rükunun üzərində durur. Ona görə deyilir imanın rükunları. Və bunlar ərkanul iman nəyə daxildir? Aslul imanə. Fikir verin, aslul imanda biz nə dedik? Qəlb, bir də dil, yəni şəhadəteyn. Qəlb, bir də kəlmə-i şəhadət. Fikir verin, imanın rükunları hamısı qəlbə aiddir ya yox? Hamısı qəlbə aiddir. Və qəlbin, yəni
Yəni onsuz mümkün olmadığı əsaslardır. Aydındır? Buna deyilir ərkanul iman. İndi burada bir sual, böyük bir sual. İmanın tərifi nə idi? Əvvəldə. Sual verirəm mən. İman nədir? Qəlb, söz, Əməl. Əməl. Aha. Bax, mən nə sual verdim? İman nədir? Qardaş nə dedi? Qəlb, dil. Aha. Cəbrail Allah Rasuluna nə dedi? Eyni sualı vermədi. Dedi iman nədir? Amma Allah Rasul başqa cavab verdi. Necə olacaq bu? Bax, bu da murciyələri çaşdıran şeylərdən. Murciyələr deyib ki, biz əvvəldə dedik, əməl nədir imandan? Deyil. Dəlil, Cəbrail hədisi. Mən murciyə biri gəlir deyir ki, mən sənə sual verirəm, iman nədir? Nə sual verdin? İman nədir? Sən deyirsən ki, qəlbin təsdiqi, dilin iqrarı əzalar. Həmin sualı Cəbrail Allah Rasuluna verdi. İman nədir? Allah Rasulu imana elə tərif verdi ki, nə ora əməl girmədi, nə də dil. Hamısı qəlbə aid oldu. Ona görə dil və əməl imandan deyil. İman yalnız qəlbin təsdiqidir. Murciyələrin dəlilidir də. Aydındır. Bu sualı yadda saxlayın. Buna gələcək. Bu sual açıq qaldı. Aydındır. Sual aydın oldu. Hə. Cavab var. Var. Cavab gələcək inşallah. Qoy saxlayaq. Hər halda burada başqa bir sual yoxdur. Yəni arkanul iman budur. Cəbrail hədisində gələnlər. Cəbrail hədisində gələnlər onlar imanın rukunlarıdır. Sonra növbəti bir mövzu. O da şu'abul iman. Aslul iman, far'ul iman, arkanul iman, bir də şu'abul iman. Şu'ab, yəni imanın şöbələri. İmam Beyhaqi rahmetullahi aleyhin kitabı var. Şu'abul iman. 10 ciltdir. Bir də bu mövzudur. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, əl-iman bid'un və səb'unə şu'bə. İman 70 və bir neçə şöbədir. Çünki ərəb dilində bid'a deyəndə yəni 3 ilə 9 arası. Əl-imanu bid'un və səb'unə şu'bə. İman 70 və bir neçə, yəni 73 ilə 79 arası şöbədir. Nədir? Şöbə. Deməli, bu hədis göstərir ki, iman bütün bir şey deyil. Murciyələrin, xavarizlərin, mu'təzilərin dediyi kimi. Allah Resulü buyurur ki, əl-iman bid'un və səb'unə şu'bə, iman 70 və bir neçə şöbədir. Və a'ləhə, o şöbələrin ən yüksəyi nədir? La ilahe illallah nə? Sözü. Qovlu la ilahe illallah. Və ədnəhə imətətul əzə anit tariq. Ən aşağısı yolda əziyyət verən bir şeyi kənarlaşdırma. Vəl-həyə şu'bətun minəl iman. Həya da imandan bir şöbədir. Deməli, yəni, məsələn, belə götürsək, elə bil ki, iman şöbələrdən ibarətdir. Hə? Ən yüksək nə idi? La ilahe illallah. Ən yüksəyi. Ən aşağısı əziyyət verən bir şeyi kənarlaşdırma. Deməli, bu hədis birinci nəyin dəllidir? Bu hədisdə həm xavarizlərə, həm murciələrə cavab var. Çünki xavarizlərlə murciələr imanı bütöv bir şey biliblər. Bir, yəni iman ya var, ya yoxdur. Yəni imanın cüzləri, şöbələri, onlarda belə şey yoxdur. Əhl-i-sünnəyə görə yox. Əhl-i-sünnə deyir ki, iman elə bir məfhumdur ki, ora qəlb də girir, qəlbə aid olan bütün ibadətlər, dilə aid olan bütün əməllər və zahiri orqanlara xas bütün salih əməllər ora girir.
Və bunlar hamısı imanın şöbələridir. Yəni iman şöbədir. Bu bir. İkincisi, bu hədis göstərir ki, o şöbələr var ha, imanın şöbələri. O imanın şöbələri hamısı eyni səviyyədə deyil. Baxma ki, hamısı iman adlansa da, hamısı eyni səviyyədə deyil. Dəlil, Allah Resulü Aleyhisselatü Vesselam'ın deməsi ki, وَأَعْلَاهَا وَأَدْنَاهَا ən ucası, ən aşağısı. Deməli, o şöbələr hamısı eyni səviyyədə deyil. Elə şöbə var ki, La ilahe illallah şöbəsi və elə şöbələr var, o şöbəyə yaxındır. Məsələn, namaz, oruc, zəkat, həc, İslamın rukunları, onlar o la ilahe illallah şöbəsinə yaxındır. Elə şöbə var, İmətətül əzə anit tariq, aşağıda olan şöbələrə yaxındır. Və bu cür. Deməli, bu hədis həm də dəlildir ki, o şöbələr hamısı eyni səviyyədə deyil. Deməli, birinci dediyi ki, bu hədis dəlildir ki, imanın şöbələri var. İkinci, bu hədis dəlildir ki, o şöbələr hamısı eyni səviyyədə deyil. Çünki elə şöbə var ki, o şöbəni tərk etməklə iman dağılır. Məsələn, la ilahe illallah. Elə şöbə var ki, o şöbəni tərk eləməklə imana elə də bir böyük təsir gəlmir. Məsələn, yolda əziyyət verən bir şeyi kənarlaşdırmaq. Elə şöbə var ki, onu tərk edəndə imanı sirkəliyir. Məsələn, oruc, zəkat. Hə? Elə şöbə var, onu tərk edəndə iman dağılır ya yox, bu ixtilaflıdır. Namaz. Elə şöbə var, ixtilaflıdır. Deməli, bu ikinci faydadır ki, o şöbələr hamısı eyni səviyyədə deyil. Üçüncü fayda bu hədisdə, bu hədis dəlildir ki, əməl imandandır. Və bu hədis əhl-i sünnənin imana verdiyi tərifin dəlillərindəndir. Biz nə dedik? Qəlb, dil və əməl. Fikir verin, Allah Resulü Aleyhisselatü Vesselam deyəndə ki, iman 70-dən artıq şöbədir və Allah Resulunun fəsahətinə baxın, fəsahətinə, təbliğində. İndi o şöbələri izah etmək üçün misal verdi axı. 3 dənə misal verdi. La ilahə illallah sözü, söz, yolda əziyyət verən bir şeyi kənarlaşdırmaq, əməl. Və sonra buyurdu ki, əl-həyə şu'bətun minəl iman. Həya da imandan bir şöbədir, o da qəlb. Bir dənə sözə misal gətirdi, bir dənə əmələ, bir də qəlbə. Əhl-i sünnənin imana verdiyi tərif. Aydındır. İndi fikir verin, bayaqları açıq saxladığımız sual var idi ya, Cəbrail hədisində. Allah Resulü Cəbrail deyəndə ki, iman nədir? Allah Resulü Aleyhisselatü Vesselam nə dedi? İman, Allaha, mələklərə, kitablara, imanı Allah Resulü necə təriflədi? Yalnız nəyə aid? Qəlbə aid. İndi bu hədis də nədir? Dedi ki, imanın 70-dən çox şöbəsi var. La ilahe illallah sözü, əl-həyə və yolda əziyyət verən şeyi kənarlaşdırmaq. Burada Allah Resulü imandan danışanda sözü və əməli imana saldı, salmadı? Saldı. Deməli, bu iki hədis arasında ziddiyyət yoxdur. Çünki o Cəbrail hədisində imanı yalnız qəlbə aid edən Allah Resulü Aleyhisselatü Vesselam özü burada əməli də sözü də imanı salıb. Bu sualın tam cavabı deyil. Sadəcə olaraq biraz yaxınlaşmadır. Tam cavab gələcək. Hələmdə açıqdır. Həmçinin bu hədis, dördüncü fayda bu hədisdə, bu hədis həmçinin dəlildir ki, iman artır və azalır. Hardan götürdük? Və a'lâhə və ədnâhə. O imanın şöbələrinin ən yüksəyi, ən aşağısı. İman deməli artır və azalır. Eyni ilə o arı pətəyi olur. Arı pətəyi. O arı pətəyində nələr olur? Xanalar. Və elə fərz eləyin ki, imandır o və imanın şöbələri. İnsan işlədikcə salih əməlləri elə bil ki, o iman o miqdarda dolur
Və o miqdarda da tərklədikcə azalır. İmanın artması və azalması bu cürdür. Aydındır. Və imanın artıb azalması iki formada olur. Bir kəmiyyətdə olur. Sənin o xanaları, o arı ki xanaları doldurur. Kəmiyyət. Hə? Bir də keyfiyyətdə. Yəni arı hər məgərxanaya dolan bal eynidir. Hər edilən əməl eynidir. Əli ilə vəlinin qıldığı namaz eynidir, tutduğu oruz eynidir, verdiyi sədəqə eynidir. Yox. Deməli, iman həm kəmiyyətdə artır, həm də keyfiyyətdə. Ola bilsin, məsələn, biri vitr namazını 3 rükət qılır, biri 11 rükət qılır. O 11 rükət qılanın imanı həmin anda kəmiyyətdə ona nisbətdə artdı. Gör, nə qədər surələr oxudu, ruku, səcdə. O 3 qıldı, bu 11 qıldı. Bir də keyfiyyətdə. Ola bilsin, bu 3 qılan xuşu ilə qıldı, nəinki 11 qılan. Bu keyfiyyətdə olan artımdır. Burada da başqa bir mövzu gəlir, o da nə? Baxın, biz deyəndə ki, iman artır və azalır. İman artır və azalır. Baxın, bayaq nə dedik? Dedik ki, iman necə artır? O xanalar dolduqca, məsələn, imanın şöbələri də dolduqca nə olur? Artır. Tərk olunduqca nə olur? Azalır. İndi sual. Bu imanın artıb azalması, əməllərdə olur ya yox? Təbii. Necə? Mən namaz qılıram, oruç tuturam, zəkat verirəm. Qardaş, zəkat verir, namaz qılır, Ramazan orucunu tərk elədi. Əməli tərk elədi birini. Qurbanlıqda imkanı ola kəsmədi. Deməli, əməldə iman artdı, azaldı. Bunu bildik, bilinən bir şeydir. Həmçinin dildə imanın artıb azalması, bu da məlumdur. Kimsə Quran oxuyur, kimsə oxumur. Kimsə istiğfar ilə dilini nəm saxlayır, kimsə saxlamır. Kimsə zikri çoxaldır, kimsə çox eləmir. Məlumdur. Yəni, əmələ və dilə nisbətdə imanın artıb azalması məlumdur. Hətta insanın özü də. Biz başqasını misal verməyək. Özü nə qədər çox əməl edəcək, nə qədər çox dili ilə ibadət edəcək, o dilə, əmələ nisbətdə iman artacaq. Nə qədər əksik edəcək, o dilə, əmələ nisbətdə iman azalacaq. Bunu bildik. Bəs qəlbə nisbətdə necə? İman artır, yoxsa ya yox? Murciyələr deyiblər, yox, təbii olaraq. Onlar ümumiyyətlə deyiblər, iman qəlbdə var ya yoxdur, iman təsdiqdir. Təsdiq artıb azalmır. Hətta bunda belə xəta eləyiblər. Hətta təsdiq belə artıb azalır. Allahu akbar. Hətta necə? Yəni, fikir verin, heç qəlb əməllərini demirəm ha. O qorxu, sevgi, bunları demirəm. Hələ bunlara da qayıtsaq, məgər hər kəsin qəlbində olan Allah qorxusu eynidir? Məgər bir insanın toyda Allah qorxusuna nisbətdəki qəlbinin halı ilə, cənazəni öz əli ilə qəbrə qoyarkən Allah qorxusuna nisbətdəki qəlbinin halı eynidir? Allahu akbar. Yəni, insan özü bunu yaşayır. Necə ola bilər ki, qəlb əməlləri artıb azalmasın? Hətta biz deyirik ki, nəinki qəlb əməlləri, hətta qəlbin sözü var, ha, qovlul qalb, qəlbin təsdiqi, hətta onda belə artım və azalma olur. Ən gözəl misal, İbrahim əleyhissalamın Allah azza və cəllədən ölüləri diriltməsini istəməsi. Baxın, ölülərin dirilməsinə iman, bunun dil ilə, əməllə əlaqəsi var? Yox, bunun əlaqəsi hardadır? Qəlbdə. Sual, İbrahim əleyhissalam ölülərin dirilməsinə iman edirdi, etmirdi? İman edirdi. Bunu təsdiq edirdi, etmirdi? Təsdiq edirdi. Allahdan nə istədi? Ona görə Allah azza və cəllə dedi ki, məgər iman etmirsən, ayədə gəldi. Dedi ki, iman edirəm, istəyirəm ki, qəlbin mutmain olsun. Deməli, imanın artışı
Qəlbdə belə olur, hətta təsdiqdə. Bunun ən gözəl misalı yəqinlik misalıdır. Məsələn, elmdə var da bu. Var məsələn, vahim, şək, zən. Şək nədir? 50-50. Zən nədir? 90-ın 10-a. Zən də 2 növdür. Böyük ehtimalla əzzannul qalib. Bir də var, məsələn, belə bir şey deyək də, 99-un 1-ə. Bu nədir? 99% hän, 1% qalmışam. Bu nədir? Yox, zən. Şək 50-50'dir. Bu zəndir. Böyük ehtimal, əzzannul qalib. Hər bir halda orada 99 varsa, bu yəqinlik sayılmır ki. Uzaqbaşı deyə bilərik ki, məsələn, misal üçün da, səsən ilə, məsələn, daha doğrusu, 99 arası nədir? Zən. 99 ta ki, bu nədir? Yəqinlik. Da bundan o yanası var? Var. Necə? Çünki bu yəqinlik var ha. Yəqinliyin özünün dərəcələri var. Allah Quranda zikr edib. İlmul yəqin, bu nədir? Yəqinlik. İlmul yəqin, aynul yəqin, bir də haqqul yəqin. Təkəssür surasını oxuyun. Əlhəkumut təkəthur. Hatta zurtumul məqabir. Kəllə səvfə ta'ləmun. Thümmə kəllə səvfə ta'ləmun. Kəllə ləv ta'ləmunə ilməl yəqin. Lətərəbunnəl cəhim. Thümmə lətərəbunnəhə aynəl yəqin. Başqa ayədə də gəlir ki, haqqul yəqin. İlmul yəqin nədir? Adı üstündədir. Elm. Yəni, elmlə, xəbərlə hasil olan yəqinlikdir. İnsanda yəqinlik hasil olub. Nəyinə? Elmlə, vəhiy ilə. Biz yəqin-i mələklər var. Bizdə olan bu yəqinlik nəyinə hasil olub? Elmlə. Quran, sünnə elmi ilə. İbrahim əleyhissalam ölülərin dirilməsi barədə yəqin idi? Yəqin idi. Ondakı bu yəqinlik nə idi? İlmul yəqin. O nə istəyirdi? Ayn. Gözlə görərək hasil olan yəqinlik. İbn-i Teymiyyə rahmetullah aleyh buna bal misalını verir. Məcmuəl Fətavada. Deyir ki, məsələn, etibar elədiyim bir qardaş sənə deyir ki, məndə evdə 100 kilo satdıq bal var. Və bunu sənə 10 nəfər, 15 nəfər xəbər verir. Artıq sən yəqinsən ki, onda nə var? Bal var. Bu nədir? İlmul yəqin. Sənə gəlib çatan məlumatla hasil olub bu yəqinlik. Getdin onun evinə, girdin otağa, gördün ballar düzülüb rəflərə. Bu nə oldu? Aynul yəqin. Artıq gözlə gördün. İndi sual verirəm. Gözlə görəndə o balı, o yəqinlikdə tərpəniş oldu, olmadı? Oldusa, biz əvvəl də yəqin idi də. Hə, o ilmul yəqin idi. Ona görə İbrahim əleyhissalam dedi ki, istəyirəm qəlbim mutmain olsun, hətta gözlə görün. Məsələn, indi pərdə qalxsa gözümüzdən, mələkləri görsək, nə olar? Hələ oturduğun yerdə oturarsan, mümkün, niyə bax, yəqin idi, niyə tərpənməliyik? Görsən. Hə? Sonra Şeyxülislam deyir ki, tamam, da gördü də, balı da gördü. Da aynül yəqin. Hə, deyir, bəsləmir. Bir də var, o açır qapağı və dadına baxır, nə oldu? Haqqul yəqin və salam. Bundan daha yanası yoxdur. Deməli, hətta qəlbin təsdiqində belə artış və azalış ola bilər. Yəni, imanın artıb azalması hətta qəlbə də aiddir. Bu nə idi? İmanın şöbələri. Və sonuncu, o açıq qalan sualımız qalıb ağa. İndi onu inşallah cavablandıracaq. Axırıncı mövzu nə idi?
Dərəcətul iman, hə? İmanın dərəcələri və ya daha alimlərin daha çox istifadə etdiyi kəlmə ilə desək, məratibul iman, imanın mərtəbələri. Tariful iman, aslul iman, fər'ul iman, arkanul iman, şuabul iman, bu da məratibul iman, imanın mərtəbələri. Deməli, imanın mərtəbələri, yəni iman əhli, Əli, Vəli, Həsən, Hüseyin, Ömər, Osman, Vaqif, Kazım, bunlar imanda hamısı eyni dərəcədə deyil. Necə? Deməli, imanın dərəcələri, imanın mərtəbələri var. O da Cəbrail hədisində gələndir. İmanın 3 mərtəbəsi var. İslam, iman, ihsan. Deməli, bu dərəcələr içərisində ən genişi hansıdır? İslam. Cəbrail əleyhissalam Peyğəmbər sallallahu aleyhi və sələmdən birinci nəyi soruşdu? İslam nədir? Bu İslam. Sonra ondan dar çərçivə ikinci nəyi soruşdu? Lap dar çərçivə ihsan. İslam, iman, ihsan. İmanın 3 mərtəbəsidir. Niyə görə bu formada elədik? İslam, Muslim. İman, mümin. İhsan, muhsin. İhsan nədir? Ən ta'budallah kəənnəkə tarah. Allahı görürmüşcəsinə ona ibadət etmək. Fə illəm təkun tərah, fə innəhu yarak. Sən onu görməsən də, yəni o səni görür. Bunun fərqində olaraq Allah'a ibadət etmək. Hətta ihsanın da öz mərtəbələri var. Deməli, bu təriflə hər mömin müsəlmandır ya yox. Amma hər müsəlman, hər muhsin mömindir, müsəlmandır. Amma hər muslim və mümin muhsin deyil. Aydındır? Deməli, məsələn, bir insan, tamam, birdən, məsələn, bir insan bəzən olur ki, namazda o ihsanı yaşayır. Bir çox halda olmur bu. O onda muhsin deyil. Yox. Biri var sənə hal gələ, insanın halı dəyişkəndir. Bir də var dərəcə olaraq, məqam olaraq insanın bu məqamda olması. Bu ayrı şeydir. Aydındır. Məratibul imanda faydalar nədir? Bu faydalardan birisi odur ki, baxın, məsələn, bir insan ihsan dairəsindən çıxsa, kafir olur. Çünki iman dairəsi var axı. İman dairəsindən çıxsa, İslam dairəsi var. İslam dairəsindən çıxsa, bu artıq nədir? Bu küfürdür. İndi fikir verin bu hədisə. Peyğəmbər sallallahu aleyhi və sələm buyurur ki, La iman limen la əmanətə ləh. Əmanəti, etibarı olmayanın imanı yoxdur. Allah Resulü aleyhissalatu vesselam etibarı olmayan adamdan imanı nəf elədi. Deməli kafirdir də. Və xavarislərin böyük günah sahibini təkfir edən, məsələn, sual verilir bəzən ki, bu xavarislər, mu'təzilə, qədim, bax, bunlar nə üçün böyük günah sahiblərini
kafir görüblər. Deyirlər ki, adam araq içdi, dindən çıxır. Zinə elədi dinə. Bu cür hədislərə görə başa düşməyiblər bu məsələni, məratibül imani. Çünki onlar deyiblər ki, la imanə limən la əmanətə ləh. Etibarı, güvəni olmayanın imanı yoxdur, vəssalam. İmanı olmayan kimdir? Kafir. Yox. Bəli, Allah Resulü aleyhissalatu vesselam ondan imanı nəfi elədi. İmandan çıxdı. Hardadır? Aydındır. Çünki sən imanı bütöv bir şey görəndə bunu deməyə məcbursan, təkfir eləməyə. Amma sən məratibul imani biləndə biləcəksən ki, bəli, insan iman dairəsindən çıxır. Küfür dairəsinə düşmür axı. İslam dairəsindədir. Allah Resulü bundan imanı nəfi etdi. Kamil imanı. Yəni möminliyi. İslamı nəfi eləmədi. Deməli, burada həm də fayda nədir? Deməli, fayda odur ki, imanla İslam arasında fərq var. İmanla İslam arasında fərq var. Uca Allah buyurur ki, İnnel muslimin vel muslimat vel mu'minin vel mu'minat. Həqiqətən də müsəlman kişi və qadınlar, mömin kişi və qadınlar. Allah Azze ve Celle müsəlman kişi və qadın, mömin kişi ayırmadı. Nəyin dəllidir? Deməli, imanla İslam ayrı-ayrıdır. Və qalətil ə'rabu əmənnə. Bədəvi ərəblər dedilər ki, biz iman etdik, biz mömin olduq. Qul ləm tu'minu, və ləkin qul əsləmnə. Deməyin biz iman etdik, deyin ki, biz təslim olduq. Allah Azze ve Celle imanla İslam'ı ayırmadı. Ayırdı. Tamam, imanla İslam arasında onda fərq var. Fərq var. Və daha dəqiq cavab budur ki, alimlər ona ərəbcə belə deyirlər. İzə ictəmə'a iftəraqa və izə iftəraqa ictəmə'a. İmanla İslam bir yerə gələndə, yəni bir cümlədə, bir ayənin içində, bir hədisin içində, bir yerdə zikr olunanda mənaları ayrılır. Ayrı-ayrılıqda zikr olunanda mənaları birləşir. İslam, iman, imanda İslam mənasında olur. Məsələn, ayrı-ayrılıqda. Məsələn, mən deyirəm ki, filan kəs kafiridir. İslamı qəbul elədi. Nəyi? İslamı. İslama gəldi. Nəyə? İslama. İman kəlməsini demədim ki. İslam. İslam dedimsə, iman da bura daxildir. Yəni, İslama gəldi, yəni nəyə? İmana. Biri müsəlmandır. Müsəlman, yəni iman əhli. Deməli, ayrı-ayrılıqdır. Məsələn, İnnəd dinə indəllahi İslam. Allah qatında din İslamdır. İmansız İslam olur? Yox. Ya eyyuhəl-ləzīnə əmənu. Ey iman edənlər. Xitab müsəlmanlaradır. Müsəlman iman. Görürsən, birləşdi. Ayrı-ayrılıqda iman, yəni İslam. İslam, yəni iman. Bir növ sinonimdir. Amma bir yerdə gələndə mənaları ayrılır. Dəlil Cəbrail hədisi. Bayaq açıq qalan sualın cavabını indi gəldik. Cəbrail hədisində, məsələn, bayaqki ayə, İnnəl muslimin vəl muslimat vəl mu'minin vəl mu'minat. Həqiqətən müsəlman kişi və qadınlar, mömin kişi və qadınlar bir ayədə gəldi. Deməli, dəlildir ki, eyni olsaydı niyə gəlib? Deməli, ayrı-ayrı şeylərdir. Hər müsəlman mömin deyil. Cəbrail hədisi bunun ən gözəl dəlillərindən. Cəbrail əleyhissalam Peyğəmbər sallallahu aleyhi və səlləmdən birinci nəyi soruşdu? Sonra nəyi soruşdu? Bu dəlildir ki, iman ayrı şeydir, İslam ayrı şeydir. Aha. Bir yerdə gəldiyinə görə mənaları ayrıldı. İndi bayaqki sual. Qardaşa sual verdim ki, bayaq iman nədir? Dedi ki, qəlb, dil, əməllər. Cəbrail Allah Rasuluna deyəndə ki, iman nədir? Yalnız nəyi qeyd elədi? Qəlbə aid olan imanın 6 ruknunu. Niyə əməli qeyd eləmədi? Niyə sözü qeyd eləmədi? Çünki imanla İslam bir yerdə zikr olub. Ona görə mənaları ayrılıb. Çünki imandan qabaq Cəbrail ondan nəyi soruşmuşdu? İslamı. İslamın tərifində nə dedi? Birinci.
La ilahe illallah Muhammed Resulullah'ı iqrar. Bu nədir? Dil. Namaz, oruç, zəkat, həc. Bunlar nədir? Əməl. Qalmışdı nə? Qəlb. O da iman tərifini də gətirdi. Aydındır. Bayaqki sualın cavabı. Bayaqki sualın cavabı. Yəni Allah Rasulü nə üçün Cəbrail ona deyəndə ki, iman nədir? Yalnız qəlbi zikirlədi. Çünki imanla İslam orada bir yerdə zikr olub. Ona görə dili və zahiri əməllər İslamın tərifində gətirdi. Çünki bir insan məsələn dili ilə iqrar eləsə, hətta qəlbində imanı olmasa belə, zahirdə əməlində göstərsə, həqiqətdə münafiq olsa belə bu dünyada zahirən nə sayılır? Fikir verirsiniz. Zahirinə görə ona nə dedik? Müsəlman. Amma Allah qatında həqiqi iman əhli olub olmaması bu ayrı şeydir. Həmçinin baxın bu tərifə görə məsələn sual versək ki möminsən? Möminsən? Bəli yoxsa? Bəli. Cənnətliysən? İnşallah. Ona görə İbn Məsud radiyallahu anhu birinə sual verəndə ki, möminsən? Deyir, əlbəttə. Deyir, cənnətliysən? Deyir, inşallah. Deyir, necə ki, ikincini Allah həvalə elədin, birincini də Allah həvalə elə. Deməli, ona görə əhlüsünnənin etiqadına görə bu mövzu nədir? Əl-istisna fil iman. İmanda istisna etmək. İmanda istisna. Yəni, inşallah nədir? Əgər Allah istəsə, mən möminəm deyib özümüzü təskiyə etmirik. Hə? Murciyələr deyiblər ki, olmaz. Murciyələr deyiblər ki, imanda istisna imana şəkk eləməkdir. Yəni, mən deyirəmsə ki, inşallah, əgər Allah istəsə, mən möminəm, deməli, imanı və şəkk edirsən, imana şəkk eləmək də küfürdür. Yox. Bu imana şəkk babında deyil, nəfsi Allah önündə təskiyə etməmək babındadır. Aydındır. Buna nə deyilir? İmanda istisna. Sualı tezdən verək. Möminsən? İnşallah. Müsəlmansan? Yox. Elhamdülillah müsəlmanam. Deməli, imanda istisna edirik. İslamda istisna etmək olmaz. Niyə? Çünki sən imanda istisna etməyə yer var. Niyə? Çünki imandan o yanası nədir? Amma İslamdan necə istisna edə bilərsən ki, o yanası küfürdür? Ona görə sual verəndə sən müsəlmansan, elhamdülillah mən müsəlmanam. Orada istisna etməyə yeri yoxdur. Fəxrinə deyirsən ki, elhamdülillah mən müsəlmanam. Çünki İslamdan o yanası küfürdür. Amma deyəndə ki, sən möminsən, orada istisnanın yeri var. Deyirsən ki, inşallah, inşallah. Aydındır. Həmçinin bu məsələ özü də, yəni imanda istisna icazəli olub, İslamda istisnanın icazəli olmaması, bu özü də dəlildir ki, imanla İslam bir-birlərindən ayrıdır. Aydın oldu. Barakallahu fikum. Sual var? Yoxdur ki sual. Barakallahu fikum.